Hər vaxtınız xeyir qızlar, necəsiz? İnşallah hər biriniz yaxşısınız. Keçən dəfə ilk videomu çəkib paylaşmışam Instagramda. Səsim uşaq səsi kimi çıxıb, daha silmədim, saxladım. İndi inşallah ki olmaz elə bir şey. Bugün yalancı dolma hazırladım. Bu dolmanın adı yalancı dolmadır. Xoşum gəlir sarımsaqlı qatıqla yeməyi. Özü də ki axşam-axşam bu dietik yeməkdir də, bu qədər yeyirəm. Bir görək, yeyə biləcəmsə. İnanın ki yaz yay aylarında çox dadlı olur bu dolma. Hər birinizə tövsiyə edirəm. Reseptini paylaşacağım, çəkmişəm. Mənim 17 yaşımda balaca qızım var, pişik istəyir. Deyir, ad günümə pişik al. Mən də acığı almıram, oxumur deyə. 11-ci sinif bitirib, deyir, evdə oturacam. Siz nə məsləhət verirsiniz? Verin, mən də baxım. Balaca vaxtda həvəsi var idi, oxuyurdu, böyüyəndə artıq komfortlu həyat istəyir. Məktəblər qutarıb, uşaqlar evdədir. Kim harda dincəlir? Biz gördüyünüz kimi evdə dincəlirik. Kuxnada, zalda, yataq otağında. Bayaqları evə gəlirəm. Biraz sifarişlərim var idi, onları çatdırdım, gəlmişəm. Təsəvvür edin ki, həyətdə 2-3 maşın var. Hardasa 30-35 maşın olur. Hamısı qəşəng gəzməkdə. Sizcə çox yeyirəm. Ət yoxdur amma. Bir kusuk yediğim çörək. Bunu da yiyeceğim. Bir də yay aylarında lobyanı çox sevirəm. Çox xoşum gəlir. Yaşıl lobyadan. Badımcanı sevmirəm. Ən zəhləm getdiyi badımcandır. Amma Bakıda salat yedim, badımcan salatı. Daha bilmirəm onun resepti necə olur, çox dadlıydı. Çok qəşəng idi.